Halloween'da bu makyaj etmək üçün izlə. Hər birinizi salamlayıram. Mən Günay. Bugün Halloween makyajımızı birlikdə edək. İlk öncə mən üz tonlamamı edib gəlmişəm. Ki vaxt çox getməsin. Qırmızı və qara rənglərdən istifadə edəcəm. Evdə nə qədər qırmızı və qara rəngim var, hamısını yığıb gətirdim. Bir neçə modellər gördüm. Bilmədim hansını edim, daha doğrusu hansını edə bilərəm. İlk təcrübəmdir, sizinlə bölüşürəm. Baxaq görək necə olacaq. İlk öncə üzlərdə belə qırmızı xətlərin olduğu bir model gördüm, onu edirik. Üzümüzü haradan xət çəkəcəksə onu bir işarələyək. Bunu random edirəm. Yəni buradan olacaqdı deyə bir şey yoxdur. İzlərini qoydum. Və üzərindən, əslində üzərindən bu qırmızı ilə gedək. Qırmızı aldığım və heç vaxt istifadə etmədiyim bir dodaq boyası. Sadəcə olaraq olsun. Yəqin ki, bugünkü günlər üçün almışam. Biraz bununla edək. Yaxşı olacaq. Yaxşı olacaq, səbrli olaq, yaxşı olacaq. Biraz bunu dağıdaraq və qara rənglərdən istifadə edərik. Hələ ki, maketini çəkirik. İşığımızı biraz daha buraya aldım ki, tam belə görək. Əslində ilk qatı getdim və biraz daha rəngini tündləşdiririk. Bunun üçün məndə qara karandaş da var. Qara belə toz rəngdə var və qara tozdan gedəcəm təbii ki. Karandaşdan çünki çox belirli bir şeylər edə bilərəm. Yes. Biraz üzərindən belə keçdim. Qara rəng olaraq. Tünd qara karandaşımızla üzərinə X qoyuruq. Belə. Yes. Bunun ucunu biraz yan tutsaydım yaxşı olardı. Yansaydım yaxşı olardı. Gedim yontum gəlirəm. Okey, gəldim. Heç kim belə pasor eləməsin. Okey. Belə bir şeylər elədim. Sadəcə bilmirəm, düz eləyirəm ya yox. Bunu axırda biləcəyik. Belə X-lar qoyuruq. X-dan vazgeçdim. Belə edirəm. Çünki bu daha çətin oldu nəsə eləmək. Buran dedim, gəlirəm. Bu hissəni də etdim. Daha sonra məndə belə bir boya var. Bunu da şam üçün almışdım. Şam üçün almışdım. İndi bundan buraya mən videolarda gördüyümdə bunu dəmirdən edirdilər. Lakin məndə elə bir dəmir olmadığına görə bununla edəcəm. Bu boya ilə. Baxaq görək necə olur.
Oldu. Aferin kız. Üstlerinde kafan çalışıyormuş ya senin. Çok teşekkür ederim. Eleyim hamısını gəlirəm. Kızlar, bu mükemmel idi. Ettim. Çok qəşəngdə qaldım. Ve gözümün biraz istəyirəm altına da nəsə qırmızı eləyim. Belə bir qırmızı rəydən, daha doğrusu bardaq rəydə karamaşım var. Bunu gözümün altına keçəcəm ve gözümün üstü də heç nə yoxdur. Orada belki biraz qaraldaq. Məncə də biraz qaraldaq. Biraz daha qırmızı eləyim. Belki buranın qırmızısından götürəyim. Bugün gözümü çıxartmasam dincəlməyəcəm. Bilmirəm sizdə də belə olur ya yox. Məndə qırmızını vurduqda daha sonra çox qəribə şəkildə badımcan rənginə alır. Ya da bənövşəyi rəngi bilmirəm. Biraz altını silərəm. Gözüm üstünə makrinci qaraldı mı gərək. Belə qəşəng görünür. Əslində birinci gözümün üstünü eləməliydim ki, ona uyğun bir makyaj eləyim. Amma olsun. Çox qəribə insanlar var. Mənə illərdir yazmayıb. Mənə hal əhval tutmayan bir mesajını yuxarıdan oxuyuram. Neyse. Yəqin ki videoya baxacaq, neyse. Biraz da bunu yayım, gəlirəm. Gözümün bu hissəsini biraz daha qaraltdım. Ümumilikdə belə oldu. Belə bir şey elədim uşaqlar. Biraz da dodağımı eləyim, qara qırmızı onu da. Gəlirəm. Dodağımın kənarı üçün isə istəyirəm qara edim. Çərçivələdim belə. Biraz bunu yayaq. Kəskin qalmasın alt hissəsində. Qəşəng oldu, qəşəng. Məşhur. Bunu da bir dodaq üçün istifadə olunduğu yer tapdıq. Uşaqlar çox qəşəng olur. Çox qəşəng olur. Bunu elə də fikirləşirəm ki, başqa üzümdən eləyə bilərəm. Məncə artıq bir şey etməyim ya, bu bəsdir mənə. Burada çox belə bir dənə rəngim var. Gələn nəsə təsir olmadı elə bilə. Yox, yaxşı. Ayı olur çıxan, yox, yaxşı. Qırmızı rəngilə. Elə bir qaranlıqdır, amma işıqlı deyil. Sən gəlir. Biraz buralığıma da bir şeyler ettim. Sadece bura eləmək daha çətindir. Nəinki üz. Bura çox. Mən elə bil ki görmürəm elə bir bədənimi. İlkin olaraq belə göründü. Bence güzel. Son halını belə də göstərim. Güzel oldu, güzel.